Millimiz bu dəfə dəmir yeyib, quyu suyu ilə böyüyən Sierra Leone yığmasına qalib gəldi. Daha deyə bilmərik ki, milli futbolçularımız penalti vura bilmir. İnşallah bu turnirdəki qələbələr gələcək zəfərlərə atılan ilk toxumlar olsun. Maçda ilk qolu futbolu dəmir butulkalarla öyrənənlər vursa da, millimiz özünə gəlməyi bacardı. Düzdür, kəsərli hücumlarımız sayı az idi, lakin buna səbəb rəqibin daş kimi müdafiəsi oldu. Həmlələrimizin artdığı bir dönəmdə Rahil Məmmədov elə bir qol vurdu ki, bu yığma tariximizə qızıl hərflərlə yazılacaq. Penalti seriyalarında isə məğlub olsaydıq, çox güman ki, Ayxan Abbasovu Yusif İmanov məsələsinə görə qınayacaqdılar. Sağ olsun Aydın Bayramov ki, bir neçənci cəhdində penaltını dəf edərək bizlərə bu sevinci yaşatdı. Bəlkə bu turnirdəki qələbə sizlərə kiçik görünə bilər, amma onu bilmək lazımdır ki, bunu bacaran yerli məşqçimiz Ayxan Abbasovdur. Biz də azarkeşlər olaraq bu qələbələrdən ilham alaraq necə ki, Qarabağın Avrokubok oyunlarında tribunaları doldururuq, milliyə də eyni cür dəstək verməliyik. Bu futbolçular son oyunlardakı mübarizə əzminə görə o dəstəyi haqq edir. Bəs siz növbəti oyunlarda millimizi stadiondan dəstəkləyəcəksinizmi? Sizcə bu qələbə millimizin diriliş tarixi kimi yadda qalacaqmı? Fikirlərinizi şərhlərə yazın.